Qarabağ bugün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində cavab oyunu çərçivəsində İslandiyanın Vestri komandası ilə üz-üzə gələcək. Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi səfərdə keçiriləcək görüşdə növbəti mərhələyə vəsiqəni rəsmiləşdirməyə çalışacaq. Reykjavikdə yerləşən Tofnes Villor stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00-da başlayacaq. Maçın baş hakimi Çexiyadan olan referi Marek Radina olacaq. Komandalar arasında Bakıda baş tutan ilk oyunda Qarabağ rəqibini 3-0 hesabı ilə məğlub edərək cavab görüşü öncəsi ciddi üstünlük əldə edib. Ağdam klubu bu mərhələni uğurla adlayacağı təqdirdə ikinci təsnifat mərhələsində Bolqarıstanın CSKA və İrlandiyanın Derry City komandaları arasında keçirilən cütün qalibi ilə qarşılaşacaq.